Hər kəsə salam. Bu gün biz to be fe'linin keçmiş zaman formasını izah edəcəyik. Keçmiş zaman forması iki yerə ayrılır. Was, were. İndi onların işlənmə yerlərinə baxırıq. Was, I və she, he, it ilə işlənir. Yəni mən və o əvəzlikləri ilə işlənir. I was, she was, he was, it was. Were isə you, we, you, they ilə işlənir. You were, we were, you were, they were. İndi cümlələr üzərində izah edək. I was at home. Mən evdə idim. You were at school. Siz yaxud sən məktəbdə idin. Siz məktəbdə idiniz. Bu təsdiq forma. İndi inkar forması. İnkar formasında isə yenə bu fe'l formalarından sonra not hissəciyi artırılır. I was not at home. Mən evdə deyildim. You were not at school. Siz məktəbdə deyildiniz. İndi sual forması. Sual formasında bu şəxs formaları, daha doğrusu bu zaman formaları subjectdən, yəni mübtədadan əvvələ keçir. Was I at home? Mən evdə idim. Were you at school? Siz məktəbdə idiniz. Bu qədər.